Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Və men seleke tariqan yeltemisu fihi ilmen səhhalallahu lehu bihi tariqan iləl cənnə." Kim bir yol tutar və o yolda elm tələb edərsə, Allah da onun cənnətə gedən yolunu asanlaşdırar. Elm tələb etmək yolu. Şəri elm tələb etmək yolu. Və burada da Peyğəmbər sallallahu əleyhi və səlləm bizləri şəri elm tələb etməyə həvəsləndirir, tövsiyə eləyir. Yəni çünki bu yolun axırı nədir? Cənnətdir. Və məsələn, burada artıq fərqi yoxdur. Kimsə elm tələb etməkdən ötürü səfərə gedər və yaxud da ki, elm məclisinə gedər, elm bax belə dərsə gələr və ya götürər bir kitab oxuyar və ya bir kitabın məsəl üçün dərsini, məsəl üçün internet üzərindən məsələn dinləyər. Bunlar hamısı nədir? Elm tələb etməyə daxil. Yəni sən çalışırsan ki, Allahın şəriətindən bir şeylər öyrənəsən. Və bu yol səni hara aparır? Cənnətə. Sən bu yolu tutursan, elm öyrənirsən, Allah da sənin cənnətə gedən yolunu asanlaşdırır. Məsələn, sən alimlərin dərslərinə gedə bilərsən və ya elm tələbələrinin dərslərinə gedə bilərsən, onların kitablarından oxuya bilərsən, dərslərini dinləyə bilərsən. Bunlar hamısı buraya daxildir. Hətta internetdən olsa belə. Çünki sən əlindən gələni eləyirsən, çalışırsan ki, elm öyrənəsən. O da fərqi yoxdur. Allah da sənin əməlinə görə sənə yəni ki, mükafat verir. Baxır, Allah subhanahu wa ta'ala bilir. Bilir ki, sən burada vaxtını əyləncədə keçirmirsən, istəyirsən ki, nəsə bir şey öyrənəsən. Hətta internetdən öyrənsən belə buna da savab var. Şeyx Fovzan Hafizəullahdan da bu haqda soruşurlar, deyir, bəli, bunun da əcri var. Bunun da əcri var. Hətta məsələn, sən internet üzərindən hər hansı bir alimin dərsinə qulaq asırsan, hər hansı bir kitabı dinləyirsən, şərhi dinləyirsən, bunun da sənə əcri var. Çünki nəticə nədir? Sən bir şeylər öyrənirsən. O öyrəndiklərin səni nə edir? Cənnətə yaxınlaşdırır.